Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fevralın 16-sında Moskvada Azərbaycanlı evli cütlük müəmmalı şəkildə ölüblər. Xəbər verilir ki, hadisə Salarayevko Park yaşayış kompleksində baş verib. Kişi və qadının meyitləri yaşadıkları binanın yaxınlığında tapılıb. Onların özlərinin yaşadıkları evin pəncərəsinə atmaları ehtimalı araşdırılır. Ər və arvad Xanты-Mansi Muxtar dairəsində işgüzar fəaliyyətə başlayıblar və orada geyim və alt paltarları mağazası açıblar. Bir neçə il əvvəl ailə Moskvaya köçüb, biznesləri uğurla davam etdiriblər. Cütlüyün evlərinin yaxınlığında yeni bir mağaza açıldıqları da məlumdur. Bazanın məlumatına görə ər-arvad mehriban və ünsiyyətçil olublar. Kişi iş adamı olub və onların 3 az yaşlı uşağı var. Hüquq mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Qurbanların 5 yaşlı uşağı faciə zamanı mənzildə olub. O hazırda müvəqqəti olaraq hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.